Alma hakkı var, 47 dolar bəsləyibdi İsrail, Amerika. Ama bize uşak pulu vermeyip bakın. Neftimizi, gazımızı qoxlamamışıq axı. İsinmədi istisine, kör olduq düstüsüne. Bir müəllim Azərbaycanda alim 300 manat alır axı. Bizi de yedizdirərdiniz. Orta məktəblərdə narkotik satdırdınız. Kimyəvi narkotikdən xalqın qamətini eydiniz axı. Bugün Azərbaycan polis şöbələrində narkotik hoptaboy satılır. Məktəblərdə satılır axı. İsrail olarak siz bizi o kadar mı aşağıladınız? Ay Netanyahu, o kadar mı bizi koyun yerine koyursunuz? Bizi kula verilen İptidai icma kuruluşunda, feodalizm kuruluşunda kullara verilen değeri bile bize vermediniz. Vermediniz. Şimdi bizi savaşa sokursa beslediğiniz PKK ile bir yerde. Savaşa girerdim. Ama bize de insan kimi baksaydınız. Sen bir taraftan 56 ildi. Hele son 23 ildi. 23 ildi. İlhamın ailesini celb eləmişsiniz Mossad'a. Mason eləmişsiniz hamısını. Anamızı siktirmişsiniz. Her aileye bela getirip 20 milyon insan ölkeden didercin düşüp 90. yıllarda 800 milyon olan Azerbaycan halkı indi de 10 milyon, 2 milyon artmışıq. Ama halbuki 40 milyon olmalıydık. İndi sen deyirsən İlhamın etrafında birləşək biz savaşa girək. Demir yumruq başımıza dəydi, başımıza. Elə bir aile yoktu İlham Əliyev orada bəla bəxş eləməsin. İndi sen deyirsən İlhamın etrafında birləşək İrana qarşı savaşa. Dostlar, səhv deyirəm, deyən səhv deyir. Xahiş edirəm, səhv deyirəmsə yazın da, səhv yazdıram. Səhv deyirəm yazın. Düz deyirəmsə yazın düz. Xahiş edirəm. Səhv deyirəmsə yazın səhv, düz deyirəmsə yazın düz. Yaxşı. İndi pərdə arxası məsələləri demirəm. Pərdə arxası məsələləri demirəm. İranın prezidenti Pezeşkiyan, Rusya hemen günü Rusya prezidentiyle danıştı, Türkiye ile danıştı ve İsrail İlham Əliyevdən muharibə tələb eləyir. Əvvəl Qarabağ Zəngəzurun qapısını açmaq üçün, İlham Əliyevə reytinge mindirmək üçün, Zəngəzurda da böyük bir savaş ocağı, barıt kəlləyi yaratmaq üçün Putinin əmriyle İlham Əliyev savaşa girdi. Xalqın olmayan, İlhamın ve kankalarının olan Qarabağ, xalqımızın bugün heç nəyinə yaramır. Kaş o 9.000, 3.000 deyirlər, o 9.000 şəhid verməyərdik. İndi yaxşı. Yaxşı. İndi kardeşler, bacılar, İndi bu İlham Əliyev İsrail'in emriyle hücuma girməlidir. Əvvəl Putin emriyle savaşıyor. İlham Əliyevdə göt var savaşmağa. İlham Əliyev tuladır. Azerbaycan da dünyanın poligonudur. Əvvəl Putin'e lazım idi, savaş emri verdi. Sizin için Qarabağ alındı. Nah Qarabağ alındı. Qarabağ Putin için alınıb, İlham için, Erdoğan için, narkotik plantasiyaları için. Sen Qarabağ verən var. Dedenin, babanın torpağı sana verildiyse ben it kimi oluyum burada. Efir aparmayayım, it kimi oluyum. Verilmedi axı dede baba torpağınsa. İndi Netanyahu savaşa sokmak istəyir. Neynədir? İranın prezidenti Pezeşkiyan. İranın prezidenti Pezeşkiyan, zaten Pezeşkiyan Sepahın bir generalı qədər çəkisi yoxdur. Səlahiyyəti yoxdur. Sadece ona dedizdirdiler ki üzr iste. Türkiye'ye ondan bir gün sonra Naxçıvana olan saxta bayraq əməliyyatı, yani savaşa koşmak için hansısa İsrail ve İsrail'e bağlı hansısa qüvvələr Türkiye ve Azerbaycan ərazisinə nəsə atdılar. İlham Əliyevin razılığı ilə, İlham Əliyevdən işbirliği içində dediler savaşa bəhanə vermə.
İndi İran deyəcək, İran birinci nə dedi? Mən vurmamışam. Qonşu ölkələri vurmaram. Bunu desə də İlham Əliyev çıxdı, İran xalqını təhqir elədi. Bir xalqı təhqir eləmək uğraşdıqdır. Baxın, erməni təhqir elədi mi? Ya zamanında erməni təhqir elədi. Savaş olan zaman savaşı da kişi kimi aparmaq lazımdır. İlham Əliyev kişi kimi savaş aparmadı. İlham Əliyev qəhbə kimi təhqir eləməyi bacarır. Ermənilər təhqir eləyərdin o vaxt ki, uduzardın. Yandığından təhqir eləyərdin, deyərdin normaldır. Sən prezidentsən, bu boyda dava olur. Pezeşkiyanın, Netanyahunun Pezeşkiyanı təhqir elədiyini görmüsünüzmü? Ya Əli Hamneyini. Çünki İlham Əliyev küçə uşağıdır. Çünki İlham Əliyevin ətrafı və özü əxlaqsızdır. Endri kimi adamın kankası olan adam nətər olmalıdır? Epstein'in kankası olan adam nətər olmalıdır? Trump'dan ailəm eynidir deyən adam nətər olmalıdır? Yəni, değerli həmvətənlər, değerli soydaşlar, qardaşlar, bacılar, Pezeşkiyan dedi ki, qonşu ölkələrdə nəsə baş veribsə, yanlışlıqdan nəsə baş veribsə, özür istəyirik. Yəni, bu ona görə deyil, bu o deməkdir ki, biz insan kimi dedik, biz bunu eləmədik. Siz İsrailin əmri ilə üzərimizə savaşa qalxdınız. Erdoğanla İlham Əliyev fürsətdən istifadə eləməyə hazırlaşdı. Amma biz yenə də vurmamışıq dediyimizə məhəl qoymayaraq bizi təhqir elətdiniz. Erdoğan hədələdi, İlham Əliyev xalqımızı təhqir elədi. Və fürsət İsrailin əmri ilə, Erdoğan da İsrailin adamıdır, anası Yahudidir. İlham Əliyev də İsrailin adamıdır. Qohumluğu da var. Siz üstümüzə hücuma keçmək istəyirsiniz. Amma baxın ha, biz sizdən üzr istəyirik olanlara görə. Hər nə qədər bizim dəxlimiz yoxdursa, yoxdur. Var hesab eləyirsinizsə də, biz sizdən üzr istəyirik. İndi İlham Əliyevin nə bəhanəsi qalacaq? Baxın, İsrail indiyə kimi, ey Netanyahu, Erdoğan deyir, ey Almanya, ey İran, indi mən deyirəm, ey Netanyahu, ho, ey Mossad, ey masonlar, ey illuminatilər, ey İsrail rabiləri, 47 il PKK'nı, YPG'ni, PYD'ni, PJAK'ı, Peşmergəni bəslədiniz. Sizin səlahi istədiyinizi, sizin tapşırığınızı yerinə yetirənmədi. Sizin o töhdüyünüz milyonlar, milyardlarla xərcin qarşılığını verənmədi. İran bir gecədə püskürtdü. Necə ki PKK'nın, YPG'nin, PYD'nin qarşılığını ala bilmədiniz, qoyduğunuz sərmayəni götürə bilmədiniz, onun üçün yetiştirdiyiniz qüvvələrdən 47 il yetiştirdiyinizdən istədiyinizi alanmadınız, eləcə də 56 il Əliyev rejimindən, hələ 23 il İlham Əliyevdən istədiyinizi alanmadınız. İstədiyinizi alanmadınız. Pezeşkiyanın, İran prezidentinin üzr istəyirəm sözündən sonra da İlham Əliyev ora değil bir mermi, artilleriya mermisi, bir daş belə atarsa dünya biləcək ki, bu savaşın əmrini İlham Əliyev yox, İsrail verdi, bu İsrailin savaşıdır və açıq hədəfə gələcək İlham Əliyev. Bəhanəyə yer qalmayacaq. İğnənin ucu boyda da. Baxın, İsrail sərmayə qoyub İlham Əliyevə. İsrail İlhamı orada saxlayıb. Britaniya yedi Azərbaycanı, Amerika yedi Azərbaycanı, Fransadan belə Azərbaycanı yedilər. Azərbaycanı yiyən ən çox Putin oldu, Erdoğan oldu. İsrail Azərbaycanı çox yemədi. Tam əksinə İlham Əliyevi orada saxlamaq üçün nələr sərmayələr qoydu. Amma elə bil ki, necə ki bir inək alırsan, bəsləyirsən, yemləyirsən, 2-3 il qısır qalır, qısır qalır.
İlham Əliyev kısır çıxdı. İlham Əliyev necə ki o bağına bir tut ağacı əkirsən, yekələnir ki tut verəcək, tut ağacı erkəklədi. Bax İlham Əliyev belə oldu. İndi isə nə oldu bilirsiniz mi? Yeni qoşulan izləyicilər üçün deyirəm. İndi isə nə oldu? Amerikanın gəmisi vuruldu. Amerikanın bütün bazaları vuruldu. Amerikanın radarları vuruldu. Havaya qalxan təyyarə gəmiyə eniş eləyə bilmir. İbrahim Lincoln gəmisi vuruldu və yeni gəmini bölgəyə gətirmək üçün komanda verdilər. Artıq Trump göndərdi bütün PKK və PKK'ya bağlı terör örgütlərini İranın üstünə göndərdi. Zaten onların kankası İlham Əliyev teröristi. İlhamı da basıp göndermeyi istedi. Naxçıvanı ona göre ateşe tuttular ki Türkiye Naxçıvana cavabdehdi. Türkiye ile bir yerde Azerbaycan'ı İran'a karşı sokmağa. Erdoğan da sert danıştı. Erdoğan da Yahudilerin adamıdır. Sert danıştı. Her şey oldu. Her şeylediler ama hamısı deşifre oldu. Giren Kürtleri qarışqa kimi qırdılar. Nəticə nə oldu? Nəticə nə oldu? Nəticə nə oldu? Trump məğlubiyyətini boynuna aldı. Trump NATO'dan kömək istədi. Özü İrana qalib gələ bilməyəcəyini etiraf eləyərək NATO'dan kömək istədi. NATO kömək eləyəcəkmi? Bu NATO'nu dağıtmaq istəyən Trump değildi mi? NATO'nu dağıtmak isteyen Trump değildi mi? NATO'nun pulunu kesen Trump değildi mi? Şimdi nətər NATO'dan kömək istəyir? Ha? NATO devletlerinin Amerika'dan başka hamısının Ukrayna marağını tapdalayan Trump indi NATO'dan kömək istəyir. Buradan deyirəm, ey İsrail, ey Netanyahu, ey Trump, bir oyun da qurabilmədiniz. 56 il bəslədiyiniz İlham Əliyev, Əliyevlər rejimi xalqa, Azərbaycan xalqına soyqırım elədilər. İlhamın savaşa soxmaq üçün kasetlərini çəkdiniz. Ailəsinin, gəlinin. İlhamı savaşa soxmaq üçün Tərtər hadisələrini elədiniz, Tərtər hadisələrini. İlhamı savaşa soxmaq üçün xalqı, Azərbaycan xalqını, bu Mert Oğuz elini, İlhamın PKK idarəçiliyinin ayaqları altına xalça kimi sərdiniz. Azərbaycan xalqının hər evə İlham Əliyev tərəfindən bəla gəlməsinə ey İsrail dəstək verdiniz. Sonunda nə əldə elədiniz? Sonunda nə əldə elədiniz? İndi nə əldə elədiniz sonunda? Körfəz ölkələrinin başına Yahudiləri gətirdiniz. Tıpkı Azərbaycan kimi. Nə əldə elədiniz? Körfəz ölkələrinin rəhbərləri belə sərt bəyanat, ya mülayim bəyanat versə də nə əldə elədiniz? Xalqın beynini yeyə bildinizmi? Xalqın düşüncə tərzini dəyişə bildinizmi? Xalqı İrana qarşı savaşa qışqırda bildinizmi? Və bunu bacardınızsa PKK'dan niye işbirliği tələb edirsiniz? Və bunu bacardınızsa saxta bayraq əməliyyat edib Britaniyanın bazalarını niye bombalatdırırsınız? Azərbaycan xalqına girən paz İlham Əliyevin pazıdır. O pazın arkasında da İsrail durubdu. İndi Putin durmuşdu. Bəli, Putin geri çəkilib. Erdoğan durmuşdu, hele de daha durmaktadır. Çünkü bir yerden qidalanırlar. Bir mənbəyə Yahudilere bağlıdılar. Ama Erdoğan İsrail düşmənçiliği üzerinden hakimiyyətə gəlib. Müslümanam diye hakimiyyətə gəlib. Bütün Türkiye'nin, medyanı, diplomatiyanı İsrail'e karşı köklüyüb. İndi birdən-birə İsrail'in yanında durup İran'a karşı savaşa getmək Erdoğan'ın da sonunu gətirər. Acımasız. Değerli vətənəm, mən dünyanın heç bir xalqından düşmənçiliyim yoxdur.
Nə erməni ilə, nə yahudi ilə, nə farsla. Mənim düşmənçiliyim dini siyasətə alət eləyənlərdir. Bax, Trump da dini siyasətə alət eləyir. Oval ofisdə dualar elətdirir, nə bilim nə elətdirir. Olmaz. Ermənilər haçan düzəldi? Qriqoryanların siyasətdən aralanandan sonra Ermənistan düzəldi. Demokratik oldu. Sevilən, sərmayə qoyulan oldu. İranda da molla rejimi gedəcək. İranda molla rejimi gedəcək. Çünki bunu İran xalqı da istəmir. Yarıdan çoxu istəmir. Sərt rejim istəmir. Sərbəstlik istəyirlər. Dünyaya açılmaq istəyir insan. Nəinki İran, Şimali Koreya da bunu istəyir. Əhalisi. Bu olacaq. Yeni dünya düzəni, yeni sivilizasiya. Bax, bir telefon əlimdə varsa, dünyaya səsimi çatdıracaq bir televizyon var deməkdir. Artıq insanları belə saxlamaq mümkün deyil. Gördünüz ki, İranda hələ Hamineyi sağ olanda bir il bundan qabaqdan çadranı sərbəst elədilər. Çadranı sərbəst elədilər. Gördünüz mü? Sərbəst olmalıdır. İnsan sərbəst yaşamalıdır. Bəli. Müəyyən tam sərhəddi keçmədən, cəmiyyətə təhlükə yaratmadan insan sərbəst olmalıdır. Bəli. O günləri bir video paylaşılıbdı. TikTok'da çoxunuz görübsünüz. Bir dənə qadın, səhv eləmirəmsə Cənub bölgəsində bir qadın neredeyse tursik kimi, lüt, tursik kimi geyinib gəzirdi. Hamı lənət oxudu, hamı fışqırığa qoydu, hamı təhqir elədi və qadın yoxa çıxdı, qaçdı. Bax, cəmiyyət budur. O qadın Bakıda elə gəzsəydi, problem yox idi. O qadın məsələn, deyək ki, Fransada elə gəzsəydi, hamı normal qarşılayacaqdı. Amma o deyir, o bizim sabirlər deyir, səhv düşəndə yerimiz. Sən bilməlisən ki, harada nə geyinirsən, harada nə danışırsan, harada nə oxuyursan. Bəli, bilməlisən sən. Sən gedib Astanada lüt gəzirsən, cəmaatın kişisi, arvadı, gəlini. Ona görə fışqırığa qoyurlar. Bax, cəmiyyət yetişdirir. Cəmiyyət hələ bir tərəfdən bazarına, rayonuna, bazarına, kəndinə, məhəllənə lüt gəlib elə. Daha əndazəni aşıb elə. Hələ bir qışqırıq eləyəndə, hələ bir fışqırıq eləyəndə, o bir də o poxu yərmi? O bir də o poxu yərmi? O fikirləşir ki, ayaqlarını, ağ baldırlarını qoyub çölə, ac adamlar dilini çıxardıb, ağzının suyu axa-axa dalınla gələcəklər. O biri var Almanyada danışır, o qəhbənin qızı. 5 dənə də uşağı var, o qəhbə qızı. Qəhbə. Danışır Almanyada. Niyə Almanları söyür? Niyə Almanları təhqir eləyir? Niyə Almaniyanı bəyənmir? Amma Alman ərindən 5 dənə doğubdur. Çünki onun o gözəl sifətinə, ağ götünə Almanlar pərəstiş eləmir. Onun maşına heç baxan yoxdur. Onu heç adam yerinə qoyan yoxdur. Burada cəmiyyət belədir. Amma Azərbaycanda o geçsin, oyda TikToker, oyda nə maysu, nə bilim nə. Oyda bunun maşınına bax, oyda bunun götünə bax, popsuna bax. Ona görə bunun götünə başına maya qoyan, maya qoymaq istəyən, pul buraxmaq istəyən oğlanlar, sino gedən oğlanlar var deyə Azərbaycan cəmiyyətini sevir o. Adama deyirlər, siktir oradan get Almanyadan, Robert deyəcək, gəl, mənimkinəm. Robertin mıxı durmayanda, Robertin həyətindəki eşşəyin mıxını sənə əmizdirəcək. Onda biləcəksən, Almanya nə gözəl yeriymiş. Almaniyada belə deyiliymiş. Canlarım, ciyərlərim, qardaşlarım, və gözəl-özəl söhbət eləyirik, ürəyimi açıram sizə, fikirlərimi, beynimi, məhsulunu sizə deyirəm. Siz Allaha ant verirəm. Xoşunuza gəlirmi yəni? Düzmü deyirəm? Sizi Allaha ant verirəm, düzmü deyirəm? Yazın da, yazın. Belə yazanda, siz burada yarınız yazsanız ki, vızqırt buradan nə danışırsan sən, mən tamam dəyişərəm, mən sizi qulluqçunuzam. Siz hansı havanı çalsanız, mən o havanı oynayacağım. Burada mənim qardaşım var. Elə insan var ki, burada mənim
Seven adamım var. Ama onun mənə dəstək olan adamdır. Ama ne olsun? Ben ümumi insanlardan yanayım. Xalqımın milli maraqlarından yanayım. Mən durub kiminsə fərdi maraqlardan deyiləm. Dünən İsraildən bir dostumuzla danışıram. Sözün açığı mənə dəstək verən adamlardandır. Canımdır, ciyərimdir. O mənim canımdır. Əqidə qardaşım. Mənə deyir ki, danışdığımız yerdə raketlər uçdu. Bu arada İran tərəfi mən dayımın üstündən raketlər uçurtdu İsraildə. Ağıllı olun. Özünə söz verdim ki, belə deyəcəm. Dünən danışanda raketlər uçurdu başından. Deyirək, Qabil, bilirsən nə var? Sən deyirsən, İlham Əliyev bizim tulamızdır. Bizim tulamızdır. Fürsət düşüb, saxlamışıq orada, böyütmüşük mü, orada saxlamışıq mı? Fürsət düşüb, indi istifadə edirik. Sabah müharibə qutarandan sonra götün dağıdıb rədd eləyəcəyik. İlham Əliyevi bu günə saxlamışıq. Bu gün üçün saxlamışıq İlham Əliyev. İlham Əliyev bugün bizim tulamızla istifadə edilir. Bak qabağa soxuruq. Səni də ona görə qınayıram ki, biz tulamızdır. Sən Netanyahun yerində olsaydın, Netanyahun yerində olsaydın, İlhamdan istifadə eləməzdin. Deyirəm, Netanyahunun yerində olsam eləyərdim. Amma bugün mən başqa mövqeydəyim. Yəni, burada yazırlar, burada yazın. Xüsusilə burada hörmət elədiyim Azad bəy var, məsələn, ağsaqqal dindarlar var, dindar olmayanlar var, ateistlər var məni izləyən, çox ateistlər məni izləyir. Sizi Allah'a ant verirəm. Mən düz mü deyirəm? Düz deyirəmsə yazın ki, Qabil düz deyirsən. Səhv deyirəmsə, hansısa bir məqamı səhv demişəmsə, bax, efir nömrəmizi qoyun bura adminlər, efirə zəng elədi. Bax, burada yaz, sualına cavab verəcəyəm. Hansı səhvim varsa düzəldəcəyəm. Səhvsiz insan yoxdur. Demə, baxıram görüm, mən mesajlara bir 2-3 dəqiqə baxım görüm insanların fikri nədir? Mən də öz danışdığıma, özümə ləzzət eləyə bilər. Amma insanlara necə ləzzət eləyir? İnsanlar məndən razıdırlar mı? Adminlər yoxdur. Olsun da canım, mən xalq ilə sevir ki məni. Bura bir dənə troll gələndə tüprüyümüzdə boğarsınız onu. Bir dənə troll gəlsə. Böyle trolların gəlməyə də mənası yoxdur. Çatdıranmırlar. Hətta Müdafiə Nazirliyində trollar yaradıblar, troll bölmələri. Müdafiə Nazirliyində. Xalq hamısı müharibə istəmir. Xalq hamısı Qabil deyəni deyir. Baxın, Tural Sadıqlılar, Manaf Cəlilzadələr, nə bilim, Zəki Səlimilər, Elşad Məmmədovlar. Baxın, Azərbaycanda mənə deyin görüm, niyə müxalifətin hamısını bastılar içəri? Niyə Britaniya, Avropa, Amerika buna göz yumdu? Niyə? Ağzını yumdu, niyə? Əsl müxalifəti bastılar içəri ki, İrana qarşı savaşa qarışmasınlar. İrana İlham Əliyevin edəcəyi hücuma qarşı danışmasınlar. Bir dənə Əli Kərimli salıblar içəri, o da neredeyse İlhamı dəstəklədi. Ya profilini oğrayıblar, ya da Əli Kərimliyə işgəncə altında yazdırıblar. Və salam. Əli Kərim deyir, Cənubi Azərbaycanla yana olun, milli qeyrət, nə bilən. Nə danışsın, Cənubi Azərbaycanda bir 10 nəfər yığılıb deyirmi ki, gəlin bizə kömək eləyin? Demir axı, hamısı İranın bütövlüyündən yanadır. İranın Amerikaya qarşı vuruşacağıq deyirlər. İndi fikirlər var, başqa fikirlər. Rusiya Amerikanı İran bataqlığına soxdu. Bunu mən əvvəldə bir neçə dəfə demişəm. Amerika bataqlığına soxdu Rusiya. Eləmi? Elə. Britaniya qisasını aldı. Britaniyanın başını çəkmədiyi, Britaniyanın qol qoymadığı iş bundan artıq ola bilməz. Baxın, Britaniyanın dəstəklədiyi Ukrayna nə qədər Trump mani olsa da, nə qədər Putinlə Trump birləşsə də, nə qədər silahını, texnikasını kəssə də, baxın, bugün Amerika Ukraynadan drone alır, kömək istəyir Ukraynadan. Bugün Ukrayna ordusu irəli gedir. Bugün Ukraynanın hələ Moskvanı bir gecədə dağıda biləsi raket texnologiyası var. Britaniyanın dəstəklədiyi Ukraynaya baxın, bir də Amerikanın İran əməliyyatına baxın.
Bəli, burada nə yazır bu adam? Qabil bəy, deputatlar belə etiraf etdilər ki, İlham Əliyevə dəstək verməsək, böyük güclər Əliyevi yox edəcək. Bunun tez olması üçün xalqın üzərinə nə vəzifə düşür? Qətiyyən İranla savaşa girmək olmaz. İranla savaşa girmək xalqımıza ölüm, İlham Əliyevə can bəxş eləyir. Bax deyirəm, qətiyyən İranla savaşa girmək olmaz. İranla Azərbaycanın ya Türkiyənin savaşa girməsi hər iki xalqın, devlətin məhvinə, millətlərin qırğınına, məhvinə və İlham Əliyev kimlərinin, Erdoğan kimlərinin imtiyazına, ömrünün uzanmasına, hakimiyyətinin varisə ötürülməsinə səbəb olacaq. Ola bilər. Hər nə qədər mənə də deyiblərsin, şey eləmə də, İlhamı savaşdan sonra göndərəcəyik. Hətta bu tərəf mənə desə, mən elə nağıllara, elə boş söhbətlərə inanan adam deyiləm. Fakt işte o. İran məğlub olmasa, ortada nə Trump qalacaq, nə Netanyahu, nə də onların köpəyi İlham Əliyev. Bu açıq və netdir. İran məğlub olmasa, yəni belə də savaş bitsə, İran parçalanmasa, İran Suriyanın gününə düşməsə, Suriyanın gününə düşməsə, nə Trump qalacaq, nə Netanyahu, nə də İlham Əliyev, nə də dünya qana bələnəcək. Uzaqbaşı Ukraynanın ərazi bütövlüyü məsələsində söhbət bitəcək. Amma indi gəlin görək, Rusiyanın quyruğuna basan İlham Əliyev salamat qalacaqmı? İrana zərbə vurmaq istəyən İlham Əliyev salamat qalacaqmı? Artıq bir daha İran devləti bildi ki, bilməyən də bildi ki, İbrahim Rəisini İlham Əliyev öldürtdürür. Artıq hamı bildi ki, İbrahim Rəisini, İran prezidentini İlham Əliyev öldürtdürür. Hamı bildi. Yəni, qətiyyən, bax mən deyirəm, yeri gəlsə məndən çox Yahudi sevən, kimsə Yahudi, belə də deyəndə kimlərsə biraz şey olur. Məndən çox Yahudi sevginiz ola bilməz. Məndən çox İsrail sevginiz ola bilməz. Mənim hədəflərim bəllidir. Mən erməniləri düşmən çıxardaraq, ermənilər qırılmalıdır deyərək, farslar qırılmalıdır deyərək, Yahudilər qırılmalıdır deyərək, mən heç vaxtı hədəfimə çata bilmərəm. Siyasət uzlaşmaqdır. Siyasət barışdır. Siyasət başqa tərəfləri düşünmək lazımdır. Mən İsrail qırılmalıdır deyərək, Fars qırılmalıdır deyərək, İran qırılmalıdır deyərək, erməni qırılmalıdır deyərək, mən ölkənin başına gələ bilərəm? Yox. Həyatı boyu yox. Kimlərsə radikal danışır, o millət qırılmalıdır, bu millət qırılmalıdır. Sən də həmən o əks tərəfdən yanasansa, Farsçısan, İsrailin qırılmağına sevinirsən, və yaxud Yahudisən, Farsın qırılmağına sevinirsən, və yaxud erməninin qırılmağına. Bunların arxasında duran qüvvələr də var, üstəlik qonşu ölkələr də ölkəmizə təsir qüvvəsinə malik olanlardır. Bunlar düşünəcəksə ki, bunları qırırıq. Ay başınıza dönün. Yahudilərin razı olmadığı adam heç Amerikanın prezidenti ola bilmir. Baxın ha, Yahudilərin, Yahudi lobbisinin istəmədiyi adam heç Amerikada, Fransada, Almaniyada prezident ola bilmir. O da qalmışdı Azərbaycanda. Dəlisiniz siz. Ay qardaş, seçim qabağı Amerika, Fransa kimi ölkələr erməni lobbisinin dəstəyini almaq üçün ermənilərlə işbirliyini sıxlaşdırır seçim qabağı. Ay qardaşlar, Heydər Əliyevin hakimiyyətə gəlməsi, İlham Əliyevin davamını gətirməsi Farslar razı olmasaydı, bunlar ölkənin başına gələnməzdilər. Belə deyim sizə. Dostlar, qardaşlar, ona görə çox uzatmaq istəmirəm. Yəni, burada baxıram, elə böyük səhv oradadır. Nə böyük səhv oradadır? Bəxtiyar bəy, onu yazın, xahiş edirəm. Yazın. Demə, hər kim ki deyir, Qabil bəy dövlətlə işləyir, onun anasını, bacısını, arvadını Qabil sevənlər. Bəli, odular yurdu.
Bakın ben İlhamdan yana adam olsaydım en ağır savaştı. En ağır savaştı. Ölüm kalım savaşı. İran məğlub olmasa İran məğlub olmasa İlham öldü. Öldü. Hakimiyetinle bir yerde. Bak deyirəm. Değerli həmvətənlər. İsrail qalib gəldi, eləmi tutaq ki, İran məğlub oldu, tutaq ki, İsraildən Amerika qalib gəldi. Bunlar üçün savaşa girən İlhamı əldən verəcəklər mi? Trump'ın o gizli namizədi İlham Əliyev deyil, bəs kimdir? İlham Əliyev qədər Trump'a yaxın kim var? Netanyahu'ya yaxın kim var? Ağlınızı başınıza dəvşirin, qardaşlar. Düzdür, mənə də nələrsə deyiblər, abişat eləyiblər. Amma nə olsun ki? İlham Əliyev İrana savaşa girəcək. İlham Əliyev İrana savaşa girəcək. İranı məğlub eləyəcəklər. İran Suriyadan betər olacaq. Nəm 3-4 yerə parçalanacaq. Sırası da İlham Əliyev məhv eləyəcək elə İsrail. İran İlham Əliyev məhv eləyəcək. Yaxşı, İlham Əliyevdən Türkiyəyə qarşı, Rusiya başqa yerlərə qarşı istifadə eləməyəcək. Belə sadiq köpəyi sırası məhv eləyəcəklər, ha? Qabili gətirəcəklər, ha? Dəlisiniz siz. Değerli həmvətənlər, sosial şəbəkələrdə yenə deyirəm, İrana qarşı ancaq İlham sevənlər İrana qarşı savaş istəyir. İlham sevənlər Azərbaycanda hamı İrana qarşı savaş istəyir. Hətta cəbhəçilər də, bəzi xainlər də bunu istəyir. Başınıza dönüm sizin. Nə danışırsınız siz? İranla Azərbaycanın savaşa girməsi ya Türkiyənin millətlərin, şəhərlərin yerlə yeksan olması, 10 minlərlə adamın qırılması, ordumuzun qarışqa kimi qırılması, üstəlik də İlham Əliyevin ömrünün uzanması deməkdir. İlham Əliyev hakimiyyətinin, səltənətinin uzanması deməkdir. Dəlisiniz. Değerli həmvətənlər, İsrailin İlham Əliyevdən başqa İsrailin sadiq köpəyi var mı? İlham Əliyevdən başqa ikinci bir Netanyahu'nun sadiq köpəyi var mı? Eləcə də Trump'ın. Qadanız alın, başınıza dönün. Başınıza dönün, qadanız alın. Bir baxın, sosial şəbəkələrdə fırtına qopardın. Sizin o yazdığınız rəylər, savaş istəmir. Onlar trollərini yaxşı tanıyırlar. Xalqı da yaxşı tanıyırlar. Hücum eləyin sosial şəbəkələrdə. Savaş istəyib, döyüşə girib qırılmaq istəyirsinizsə, yazın döyüşə girmək istəyirik. Döyüş istəmirsinizsə, yazın istəmirik. Burada yazır İran. Elşad Sarıyev yazır ki, İran yoxdur daha. 250 qırıcı gecə günüz işləyir. Nə işləyir? Mülki halini bombalayır, onunla fəxr eləyirsiniz. Nə işləyir də o qırıcı təyyarələr? Tehranın yerinə yehsan elədi onunla. İrandan qaçqın gəldi mi? Bax, Suriyada savaş başlayan kimi qaçqın axını nətər oldu? Nətər oldu? Çünki imanları yox idi. Çünki pərakəndə idilər. Aşirətlər, təriqətlər yönətirdi. Min illərə dayanan İran devləti. Gör nə qədər generallar öldürdülər, nə qədər dini rəhbərlər öldürdülər. Amma xalq hamısı axın eləyir, vətənimizi qoruyacağıq deyirlər. O binalar yerlə yeksan da ola bilər. İsraildə də, İranda da. Yəni deyələmə, hər nəysə. Sağ olun, salamat qalın, axşam yayımımızı izləyin. Hərə öz səviyyəsinə görə, hərə öz ağlına görə, hərə öz satqınçılığına görə, aldığı məvacibə görə düşünür. Amma bir şey bilin, namus, qeyrət, şərəf, layaqət millətimizin çıxarlarından düşünməliyik. İlham Əliyev bu millətin nümayəndəsi deyil. Sağ olun, salamat qalın. Bir dənə rayonda bir qəsəbə tikiblər. O da yağış yağanda ilanlar məliyir. Nə gündədir, boy, sellər sular aparır. Yağış yağır içindədir. Gün çıxır, irəmə ilanlar içindədir.
yaşamaq mümkün deyil. Sağa getmə mina var, sola getmə yalandan narkotik əkiblər deyə mina var getmə. Polisləri də töküblər ora, camaatın cavan gəlinlərini basıb qayırır. Belə Qarabağ lazım idi bizə. Ay şərəfsizlər, ay alçaqlar, belə Qarabağ lazım idi. İlham Əliyevin döneminde neft, gaz gəlirləri gəldi, trilyonlarla pul gəlirdi. Yalan deyirlər. Bakın bütçe hesabatı. Türkiye'ye 5 qəpiyə satılan gaz bütçemize, daha doğrusu Türkiye'ye satılan gaz en baha gazdır. Güya 30%'ini de Erdoğan özü ödüyor. Ne ödüyor? Bizim gazımızdır. 5 qəpikdən bütçeye girir, 5 qəpikdən. Hanı bu gaz? Hara gedib bu boyda? 7 dəfə, 8 dəfə uğurladıkları bu pul hara gedibdi? Hələ nə qədər uğurladıklarını, kubunun az yazıldığını demirəm. Təkcə qiymətini deyirəm. Gürcüstana 7 qəpikdən satılan və büdcəmizə 7 qəpikdən gələn qaz, axı Gürcüstanda 37 qəpiyə satılır. Bu 6 dəfə uğurlanan qiymət hara gedir? Soflardan 18 reis qızıl çıxdı. Koroğlunun dəliləri. Hamısı antik qızıllar idi. 18 helikopter dolusu. Hara getdi o qızıllar? Orada bir dənə qaşıq var, qaşıq adicə, balaca xəncər. Milyonlarla idi qiyməti. Hamısı antik qızıl idi. Hara getdi o qızıllar? Ha? Elə bilirsiniz, buranın hesabatı sorulmayacaq. Ha? Hay qardaşlar. Belə Qarabağ bizə lazım deyildi. İndi gəlin baxa. Deməli İlham Əliyevə soyuq duş. İlham Əliyevə soyuq duş. Soyuq duş. Baxın. Amerika özü dedi. Trump dedi. Savaş aylarla sürə bilər. Əvvəl demişdi 1 ay 2 ay. Və biraz da artıq ola bilər. İndi dedi. Savaş aylarla sürə bilər. Vay be. Vay be. Savaş aylarla sürə bilər. Neyniyəcəklər? Venezuela'nın düzdür yanacağını, benzini gətirəcəklər, Avropanı biraz yola vermək üçün müəyyən işlər görəcəklər. Yaydı da qaza o qədər ehtiyac yoxdur. Savaş aylarla sürə bilər. Zaten iqlim dəyişikliyi də öz əllərindədir. Savaş aylarla sürə bilər. Aylarla sürən savaş hələ qulağımızın dibində əcdaha İran İlham Əliyevi salamat qoya bilər mi? Qoya bilər mi? Bu bir. Abraham Lincoln gemisi vuruldu. Amerika'nın en güçlü gemisini İran vurdu. Bugün giren quru qoşunların, muzluların hamısını qırdı. İran'da içeride bir birleşme var Amerika'ya karşı. Artık bu tuzaklar var o savaşa koşulsun diye. Britanya'nın kararından sonra, Britanya'nın açıklamasından sonra Azerbaycan ve Türkiye'nin müemmalı hedef alınması artık soru işareti yarattı. İki prezident Erdoğan ve İlham'ın birbaşa vuracağım, sert cevap vereceğim dedi. Xeyr ola, ay Türkiye, əvvəl də savaş gedirdi. Raketler tökülürdü Hatay'a. Onda niye belə demədin? Onda niye NATO belə sıraz toplantı eləmədi? Ha? İlham Əliyev. Səfiriyə hücum oldu, 50 cürə poq oldu, gəmilərlə qarşı durma oldu, İran ordusu arazı keçib ordumuzun qabağında peyda oldu. Onda niye demədin İlham Əliyev belə sərt bəyanat vermədi? İsrail tələb elədi, Amerika tələb elədi, səni oda atdılar. Ha? İlham Əliyev, axmaq başın cəzasını ayaqlar çəkər. İndi sən düşmüsən, gah gelib Xocalı abidəsində, orada Xocalıda nəm ora bir əkili qoysan, gah gelirsən səfirliyə, düşmüsən, dəli şaydana dönmüsən, ora qaçırsan, bura qaçırsan. Paşinyan da ne eləyir? Dəmə qoyur, dəmə. Paşinyan acı qıcıq verir orada. Bilir ki, bu İsrail'in tulasıdır, Amerika'nın köpəyidir. Bunu meymuna döndürəcəklər. Bunu başını tıpkə, dalını xiyara diriyəcəklər. Vəssalam, bunu bilir Amerika. Paşinyan bilir. Ona görə Paşinyan pastayla məzəli videolar paylaşır. Deyir, biraz da dözün görəcəksiniz. Alaba,
Türkiye'de, dünyanın birçok ölkələrində yaşayan İran vətəndaşları artıq qayıdırlar İrana qayıdırlar Amerika ilə döyüşmək üçün. Ala bax. Ali bilirsiniz nədir? Burada söhbət nədən gedir? Biri var, Amerika düz hərəkət eləmədi. Mən buradan açıq deyirəm. Açıq deyirəm. Buradan açıq deyirəm. Amerika düz hərəkət eləmədi. Trump gəldi, özü zaten siyasət adamıdır. Yığdı başına, serjantı getdi qoydu müdafiəyə. Haçansa bunu qoruyan adamı getdi qoydu FBI'nin başına. Nə bilim nə. Belə şey olar qadınlar. Getdi İlham Əliyev necə deyir, ailəm də, hakimiyyətim də Trump oxşuyur ha. İlham Əliyev getdi, nə qədər səriştəsiz var, yığdı başına. Başınıza dönüm sizin. Alem de birbirine bak. Birinci Trump'ın səhvi ne oldu? Birinci Trump'ın səhvi ne oldu? Əli Hamineyi öz adamları idisə belə tez götürdülər. Birinci səhv, tez götürdülər. Putin de öz adamlardı. Görsən hələ qalıb orada. Bitirənə kimi qalacaq. Putin'in işini Britaniya həll eləyir. Ağıllı İngilislər. Okean otayında tüfeğli İngilislər də bu İranla məşğul olmağa öhdəlik götürdülər, amma gördüğünüz batdılar, qaldılar orada. İndi baxın dəyərli vətənlərim, dəyərli soydaşlar. İran vətəndaşları artıq gedirlər Amerikaya qarşı savaşmağa, vətənlərini qorumağa. İndi burada nədir məsələ? Burada nədir məsələ? Trump'ı bataqlığa soxdular. İndi burada nə dərəcədə qalib gələcək? Düzdür, müttəfiqlər kömək eləsə qalib gələcək. Onu deyirəm, amma müttəfiqlər kömək eləsə qalib gələcək. Amma necə? Amma necə? Hətta viran qoyacaqlar, darmadağın eləyəcəklər. Yəni milyonlarla adamı qıracaqlar. Suriya muştuluq olacaq. Suriya çox muştuluq olacaq. Belə eləyəcəklər. Zaten Trump'ın başqa yolu yoxdur. Çünki bu savaş belə qalsa, Trump da Netanyahu'nu məhv eləyəcəklər. Elə öz ölkələri. İndi məsələ nədir burada? Məsələ burada odur ki, dəyərli vətənlərim, məsələ burada odur ki, dostlar, qardaşlar, bacılar, Trump birinci səhvi nədə oldu? Hələ heç savaş başlamamış, dedi ki, mənim namizədim var, İranın başına gətirəcəm. Xalq o zaman inqilab eləyər ki, xalq o zaman mövcud rejimi yıxmağa çalışar ki, bundan xoşumuz gəlmirdi. İndi biz istəyən olacaq. Başınıza dönüm sizin. Başınıza dönüm sizin. Sən Trump deyirsən ki, onu gətirməyəcəm, bunu gətirəcəm. Yox, bu xoşuma gəlmədi, onu gətirəcəm. Nə bilim, o birinci şahı dedi, dəstəklədi, sonra onu da dəstəkləmədi. Yəni, xalq gördü ki, açıq aydın gördü ki, bunun istədiyi, yəni xalqın istədiyi devlətin başına gəlməyəcək. Trump'ın istədiyi devlətin başına gələcək. Xalq gördü ki, Trump neft, qaz, yəni sərvət manyakıdır. Trump ancaq sərvətini İranın alacaq və İran xalqı bir balaca qərbə-mərbə yolu açılsa da sərvəti daşıyacaqlar, sərvəti yiyəcəklər. İran xalqı gördü ki, ən əsas işin o zurnanın zırt dediği yerə gəldiyi çıxdıq haçan. İran xalqı gördü ki, bizim bildiyimiz Amerika bombalamamalıydı mülki infrastrukturları. Amma mülki infrastrukturlar da bombalandı. Məktəb də bombalandı. Bu təxribat da ola bilərdi. İran özünü də vura bilərdi. Amerikanı hədəf taxtasına otuzdurmaq üçün bu müharibədə ola bilər belə şeylər. Amma ən əsasına gəlin gələk. Deyək ki, bunu eləməyib Amerika. İran özü eləyibdir. Amma əsas burada başqa məsələdir. Əsas burada odur ki, bütün dünyanın terör örgütləri, bunların içində ən babat peşmərgələrdir. O İlham Əliyev dodaq-dodağa öpüşür həmişə. Nəçirvan Bərzani. Hara geçsə onunla görüşürlər. Nəçirvan Bərzani. Mitingzad olanda o şemayi deyirdi o polkovnik. Oradan gətirirlər İlhamı qorumaq üçün. Təyyarələrlə. Hər neysə. Baxın, peşmərgə qeyri-qanuni ordudur. YPG, PYD, Hizbullah, Həmas, PKK, bunlar hamısı terör örgütüdür. Hizbullahı da,
Həması da, nə bilim, İran tərəfi olmağı dəxli yoxdur. İran tərəfdədir. Hizbullah, Həmas, Fatimə Zəhra, Qüds briqadaları, nə bilim, cürbəcür. Bunlar terör örgütlər. Eləcə də digər tərəfdə olan PJAK, PYD, YPG, PKK, Peşmerge, bunlar hamısı qeyri-qanunu ordulardır və ya bəziləri də terör örgütüdür. Yaxşı, sən 3-4 yerdən basırsan bu qeyri-qanunu orduları, sən PKK ilə işbirliği eləyirsən, PKK ilə. Sən YPG, PYD ilə işbirliği eləyirsən. Daimi Türk'ün qanını tökən silahlı qruplaşmalarla işbirliği eləyib soxursan onu İranın içine ki, gedin siz İran ordusunu dağıdacaksınız. Orada xalq sizə dəstək verəcək, orada Kürtlər sizə dəstək verəcək və İran parçalanacaq. Bu hansı məntiqə sığır? Hansı ağıla sığır bu? Bu çok yanlış siyaset oldu, yanlış taktika oldu. Bunun başka alternatif varyantları da var idi. Vallahi de deyirəm, billahi de deyirəm. İranın Molla rejiminin dağılmasını məndən çox istəyən yoxdur. Molla rejiminin dağılmasını məndən çox istəyən yoxdur. İnanın Allah'a, o boyda Amerika var ha. O boyda Amerikanın bu yalandan Azərbaycana nə atırlar, nə Türkiye nə atırlar. Başka Britaniya bazası, yani İran'a elə taktika yürüdərdim ki. Elə taktika fikirləşib ortaya koyardım ki. Bu kadar həngamə olmadan dini rejimi rədd eləmək olar. Dini rejimi rədd eləmək olardı. Bu boyda həngamə olmadan. Değerli həmvətənlər, değerli soydaşlar. Poğa qatdılar. Uje işin əncilini çıxartdılar. İndi görək. Yaxşı, biz deyirdik ki 2500 hələ ən az ha 2500 İranın ballistik raketi var. Hələ başka raketler de var idi. Daha böyük raketler, qadağan olmuş raketler. Bundan əlavə 120 mində digər raketler var idi. Hansıca digər raketler. Ballistik olmayan. Ama uzak mesafelere gelir de bu. Vurulması biraz hasattı, belə deyək. Ama ne olsun ki 5000 dollarlık raketi vurmak için 5 milyon dollarlık raket atırlar ki 5000 dollarlık raketi vuracaq. Durbadı dalına da bir motor koyublar. Şimdi bu da bir xərcdir, bu da bir raskoldur. Yaxşı. Düşman olacaklar. Biz İran millet. Burada bak, hamı gedir savaşa, ala bak. Hamı gedir savaşa, bak. Pişman olacaklar. Biz İran milleti, ben Azeriyim. Yapacağız. Onu da yakacağız orada. Orada onların o gemileri yani burada hepsini ota çıkacağız. Trump'ı da ota çıkacağız. Biz İranlı yok. Bizim bak tamaddünümüz var, ferhengimiz var, dilimiz var, kökümüz var, köyümüz var, vatanımız var. Biz vatanımızı sadırıq, canımızı da veririk vatanımıza, rəhbərimize, ondan sonra pastorlarımıza, ne var orada jandarmaya, arteşe biz canımızı veririz. Ama Amerika'nın oraya gelmeyi Amerika'nı peşman edecekti. Trump'ı peşman edecek, Netanyahu'nu da peşman edecek. Onları yakacak. Yani dünən Erdoğan Bismillah'dan rəftar elədi. Erdoğan ehtiyatlı addım attı. Mən yüksək vəzifəli şəxslərlə bugün söhbət elədim. Dedim, acaba Naxçıvan söhbət var. Naxçıvana kömək eləmək Türkiyənin niyyəti varmı? Mənə dedilər ki, Türkiyənin başı özünə qarşı öz hayındadır. Bizdik Naxçıvanlıq halı hələ ki yoxdur. Və dəyərli həmvətənlər, dünən bir balaca vəziyyət başqa cür oldu. Dünənləri İrana bir neçə yerdən girən quru qoşunları bəzilərində Erdoğan'da, İlham Əliyevdə necə deyərlər bir həvəs yarattı. Sanki İran bir həftəyə dağılacaq kimi belə bir həvəs yarattı. Və deyərlər, İran dağılacaq. Zaten dağılacaq İran. Mən bugün də deyirəm dağılacaq İran. Ama bu gedişat var idi. Hansı gedişatdan dağılacaqdı. O cürə dağılmayacaq. Artıq İlham Əliyevə sərf eləməyən qaydada işlər getdi. Artıq İlham Əliyev birisi nədir? Götürdü öhdəliyi ha. İlham Əliyev elə bir öhdəlik götürür ki, burada mən bunu eləyəcəm İrana qarşı. İlham Əliyev öhdəlik. Bunu İrana qarşı eləyəcəm. İşin içine sıçır. İşi bacarmır. O Karahanlı var ya.
Mehmet Karahanlı. Koyurlar. Deyir ki, mənə şans verin deyir. Bir daha şans verin. Şans verimlər, hamı geri üçün. Yəni deyir, ömrü boyu sizə xidmət eləmişəm də, İlham Əliyev kimi. Deyir, ömrü boyu sizə xidmət eləmişəm. Mənə şans verin. Vermirlər ha, öldürürlər ha. Bax, İlham Əliyev də işin poxunu çıxardı. Zaten özel kassalar, sərvətin satışı, neftin satışı, dünyanın böyük güclərinin alış-verişi, satışı, orası, burası. Hətta Epstein failları, kral ailəsinin məlumatının belə Endrey vasitəsilə alınması, ötürülməsi, çok şeyler var ortada ki, İlham Əliyev cizgilərə ayaqlayıb. Bir dənə qalmışdı ki, burada İrana qarşı zərbə, o da alınmadı. Onu da alındıra bilmir İlham Əliyev. Değerli vətənlərim, İlham Əliyev alındıra bilmir. İndi keçək. Əliyevin jurnalistləri deyir ki, dronu buraxan mülki şəxslər olubdu. Değerli vətənlərim, İlham Əliyevin, baxın, İlham Əliyevin özünün jurnalistləridir. Birbaşa hökumətlə əlaqəli şəkildə özləri etiraf eləyirlər. Nə? Baxın. Necə olur ki, onun necə uçulduğunu, onun hansı məsafəyə necə çatdırıldığını, onun dronların radarlarında necə uçuş planını həyata keçirməsi mümkün şəxs hardan bilir? Kimdən eləyib bunu? Ay sağ ol, İlham Əliyevin jurnalistləri, üçü də jurnalistidir İlham Əliyevin. Deyir ki, necə olub, hardan bilir və bu videonu niyə sildiniz? Yaxşı da, bu videonu çəkmişdiniz. Naxçıvan ərazisini mülki insanlar hədəf alıb. Bunu çəkmişdiniz və bunu niyə sildiniz? Niyə sildiniz? Bugün paylaşırsınız, silirsiniz. Bu nə xofdur, bu nə qorxudur, bu nə həyəcandır. Ay İlham Əliyev, sənə bağlı bütün medialar paylaşır, silir. Paylaşır, silir. Nə gündəsiniz? Bax, indi mən sizə deyirəm. Əziz həmvətənlər, İlham Əliyev bugünkü İrana dedi, ha, mən nə bilim, getdim, neynədim, səfəriyə, heç prezident bunu eləmir. İlham Əliyev onu dedi, şərəfsizlər, nakişilər, nə bilim, nələr. O sözlər İlham Əliyevə necə zərbə vuracaq, bilirsinizmi? Bilirsiniz necə zərbə vuracaq? Almaniyada dedi, azad media yoxdur. Mehriban Əliyeva neynədi, ələ səsən. Astor otelinə getdi, ha, yalvarmağa. Orada döydürdü, ha, blogerləri özü zibilə saldı, ha. Bax, hər üç hal var, ha. Onun üçü də var, ha. Bunlar muştuluqdur. İndi İlham Əliyev İrana qarşı bu həmləyə görə, bu sözlərə görə başı nə bəlalar çəkəcək, onu görəcəksiniz. Değerli vətənlər. İndi görəcəksiniz, İlham Əliyevin başı bəlalar çəkəcək. Dostlar, Rusiya ayı. Rus ayısı. Ayıların qış yuxusundan oyanma vaxtına az qalıbdı. O Rusiya var ha, dərin Rusiya devləti. Oy. İrana qarşı İlhamın tutumu. Hələ Rusiyaya qarşı üzdə belə, dalda belə, üzdə elə, dalda və yaxud tərsinə. Ola bilər Putinlə kankadır, Putinlə şərikdir. Kemaləddin kimi sümsüklər, Heydərov, Kemaləddin, Şayqu ilə şərikdir. Qardaş, bütün hallarda Rusiyanın dərin devləti var. Ola bilər Putin Rusiyanı yıxmaq istəyir, parçalamaq istəyir, mən də bunlar razıyam. Gələcəkdə onun heykəlləri qoyulacaq. Amma Rusiyanın dağılmağını istəməyən dərin bir devləti var. Eləcə də İran. Eləcə də İran. Nələr olacaq? Nələr? Yaşayarıq, görərik. Amma sizə onu deyim ki, İrana qarşı bu tutum Rusiyanı da qıcıqlandırdı. Değerli vətənlər, yaxşı, sizin jurnalistləriniz bunu paylaşdılar. Necə olur ki, onun necə olduğunu, Bunu paylaşdınız elə İlham Əliyev. Niyə sildiniz axı? Niyə sildiniz axı? Sonra İlham Əliyev, gəl başqa bir şey göstərim İlham Əliyev sənə. Gəlin, bax, İlham Əliyevin aciz durumda olduğunu, İlham Əliyevin pis durumda olduğunu. Ay qardaş, biz indiyə kimi çox söyürdük elə, mən çox söyürdüm elə. Niyə çox söyürdüm mən? Çünki aciz durumdaydım. İmkansız durumdaydım. Söyüş söymək acizlik əlamətidir. Sərt danır. Baxın,
Hələ nəzər alın ki, biz Seyid ya. Tozda söyüş söyəndə deyirlər Seyid səhmaya. Ay kardeşler, biz görürsün nadir hallarda da əxlaqsız sürtük Alyona Malyona deyirik. Ay Alyona'ya giren şeyden Naxçıvana da girdi. Her neyse. Kardeşler indi İlham Əliyev ne oldu da indi söyür İlham Əliyev? İndi təhqir edir İlham Əliyev. İndi döyür İlham Əliyev. Döydürür İlham Əliyev. Ne oldu da? Acizlik əlamət. Görürsünüz, Qabilə hücum eləmək istəyirlər. Avropa Şurasında danışırlar, Qabilə hücum. BMT'de danışırlar. Kral ailesindeki kadar tanıyor. Avropa Şurası parlamentinde çok deputatlar beni tanıyır. Böyük gücler, göze görünen görünmeyen qüvvələrin dəstəyini alırıq. Biz niye daha söyüş söyməliyik? Dayanmadan, aciz duruma düşməliyik. Ne bileyim ne. Sanki, bak, sistemimiz bir nefer şehit anasını dövürdülər. Şehit anasını dövürdülər. Ay, dağıdırdık buranı, şehit anasını dövdülər. Ne bileyim ne. Bundan istifade edirik indi. Siyasiləşmiş indi. Siyasiləşmiş indi. Bilirik harada ne adım atmaq lazımdır. Değerli vətənlər, indi biz böyümüşük. Bizim gücümüz çoxalıb. Biz böyüdükçe biz təmkinimiz artır. Biz böyüdükçe bizim söyüşlərimiz azalır. Ama İlhamda tərsinədir, çoxalır. İndi gəlin sizə gör nə göstərirəm mən. Gəlin sizə gör nə göstərirəm. Size bunu hiç kim göstermeyip. Ben göstereceğim. He diyeceğiz Qabil paylaşıbsan. Onu da ben paylaşmışam. Qabağınıza video keçir ha. Sizin TikTok'da, Instagram'da qabağınıza video keçir ha. O videoların 90%'ni ben hazırlatırım. Benim komandam hazırlayır. Benim komandam paylaşır. Benim gruplarım paylaşır. 90%'ni. İnanmırsanız inanın. İş görmek lazımdı. İş. Bak CNN Türk, Erdoğan bir numaralı kanalı CNN. Erdoğan uşak değil. O bilseydi ki İran çökecek, CNN'i ora göndermezdi. Bu muharebede İlham kurban verilecek. Muharebenin karşı taraf büyük baş kurbanı İlham Əliyev olacak. Erdoğan CNN'i ora özü gönderirdi. İrandaki vəziyyəti dünyaya çatdırmaq üçün. Trump'a karşı getməsi deməkdir. Erdoğan dünənlər peşmerge, PYD, bütün silahlar sokulacak neler nəsə alınmadı. Alınmayan Erdoğan CNN'i kodladı İran'a gönderdi. Ala bakın. Elindeki afişi göstermiştim. Merhabalar, nasılsınız? Teşekkür ederim, hoş gelmişsiniz. Hoş gördük. Allah yormasın. Fulya ablaya, bütün kadra selamlarımızı iletiyoruz. Coşkun başvuruyor. Yayında gördük, geldik. Abla, savaşı biz başlatmadık ama biz bitireceğiz. Bizim kız çocuklarımız öldü. Okulda çocuklarımız öldü. Bizim iç savaşımız bizi ilgilendiriyor. Başka çare yok. Teşekkür ederim. Değerli vətənlərim, değerli soydaşlarım, təsəvvür eləyin ki, bu Hulya deyilən bu adam bütün şəhərləri gəzdi. Hər yerdə hamı toplaşdı. Trump'a lənət oxudu. Bircə nəfər Elhamniyə qarşı çıxmadı. Hamı bu savaşlardan sonra, hamı və belə kilitləndi. İlham Əliyev isə özünü yandırdı. İlham Əliyev özünü elə bir savadsız çıxış elədi ki, elə bir axmaq, savadsızca çıxış elədi ki, küçə uşağı kimi. Küçə uşağı kimi çıxış elədi. Hamı da bildi ki, bu Naxçıvana atılan raketlər öz oyunlarıydı. Və İlham Əliyev çox bağışlanmaz səhvə yol verdi. Bağışlanmaz səhvə yol verdi. Hətta İran belə de savaş dayansa, İran zaten galip olan değil. Belə dayana bilər savaş. Galip olan değil. Belə dayanması savaşın İran'ın galip olması demektir. Ama durup karşısındaki Amerika kapitülyasiya eləyə bilməz. Sadece savaşın belə dayanması, belə İran'ın galip çıkması demektir. İran o vaxtı galip olmaz ki, o dini rejim getdi. Bak İran onda galip olmaz. Hatta İran'ın parçalanmaması da İran'ın galip olması demektir. Ama karşıdaki kapitülyasiya eləməyəcək. Yani elə galibiyet olmayacak. Bunu biləsiniz. Ama bütün hallarda değerli vətənlərim, nəinki İran
İlham Əliyevin ümumilikdə qələmi qırıldı. Hətta İsrail belə, sağ İranla bir danışıq, barışıq olsa belə, İlham Əliyev olmayacaq. İlham Əliyev özünü elə oda atdı ki, elə tərbiyəsiz, əxlaqsız, küçə uşağından, nəm o itə ki kız deyirsə, nə itə bax, İlham Əliyev o vəziyyətə saldı özünü. Özünü o vəziyyətə saldı İlham Əliyev. Gəlin indi mən bir şey də göstərim sizə. Ala, bir şey də göstərəcəm sizə. Ala, hərbi hissənin vurulması. Yaxşı, İlham Əliyev sizi də aldadır. Niyə aldadır? Sizi niyə aldadır İlham Əliyev? Aldadır. Mən deyirəm aldadır, deməli sizi İlham Əliyev aldadır. Niyə Naxçıvanda hərbi hissə vurulubdur? Niyə? İlham Əliyev öz hərbi hissəsini vurdurubdur. Bəli, bu, mən çox... Bax, dəyərli həmvətənlərim. Ya İlham Əliyevdən, ya əlaqəlidir, ya əlaqəsizdir deyəmərəm. Çünki İlham Əliyevin raket düşər-düşməz bu belə bir çıxış eləməsi birbaşa ondan xəbər verir ki, İlham Əliyev bu işin içindədir. Bu oyun qurulmuşdur. Yoxsa sən kimsənə hücuma keçsən? Sən sərçə nədir baş ayağıda nə ola? Sən hansı gökdən hücuma keçirsən İranın üstünə? Sən hansı gökdən İlham Əliyev İranla savaşacaqsan? Sənin qazilərin acından ölmürmü? Dünən də, bugün də biri ürəyinə bıçaq soxmadı mı? Minlərlə qazi acından intihar eləmədi mi? 200'e yaxını ölümlə nəticələnmədi mi? Xalqa soy qırım eləyən xaçaturyanları bırakmadın mı? Azad eləmədin mi? Xalqın qəhrəmanlarını içəri doldurmayıbsan mı? İlham Əliyev. İlham Əliyev sizi aldadır. Bakın, değerlemez. Ya İran'ın içinde var da generallar var ki İsrail'e işləyir. O generallar razılıqlı şəkildə İsrail deyir İlham Əliyev sən belə deyəsən, belə bir hadisə olacaq. Oradan da generala komanda verir, davay Azərbaycandan da quru əməliyyat ola bilər, davay ora raket indir, davay ora drone indir, vəssalam. O İran'ın içindeki hain onu edir, İran'ın içindeki hain onu edir. İlham Əliyev de hain, xalqı qırğına vermək üçün bu İran'a karşı bu sert, təhqiramiz çıxışı edir. Ortada yanan kim olacak? Xalq olacaq. Xalq nəzərdə tutulub, Azərbaycan xalqı. Yaxşı, İran hökuməti çıxıb deyir ki, mən onu atmamışam. İran ərazisindən 11 günlük savaşda göründü ki, çox sayılı İranın devlətin içində drone fabrikləri belə var imiş. Rusiyadakı hörümçək toru əməliyyatını yadınıza salın. Yəni, İran dedi, mən eləməmişəm. İran nətər olur ilə Ərəb Əmirliyinə, Qətərə, Dubaya, ora, bura, baza, hara vurursa İran, deyir, vurmuşam. Vurmuşam deyir. Demir vurmamışam, deyir, vurmuşam. Necə ola bilir ki, ama Kıbrıs'ı İran vurmuyub, deyir, vurmamışam. Azərbaycanı İran vurmuyub, deyir, vurmamışam. Vursa, deyir, vurmuşam. Bəli, deyəcəksiniz ki, bəzi sepah saytları paylaşa bilər ki, İran'a, Azərbaycana biz dərs verdik. Dərs verdik. Mənim elə qabağıma sayt, sepah saytı çıxmadı. Ancaq İlham Əliyevin saytı çıxdı. Ala baxaq, bax göstərim sizə, qadınlar. Ancaq mənim qabağıma İlham Əliyevin saytları çıxdı ki, Güya ki, sepah deyib ki, Güya sepah deyib ki, biz vurmuşuq, yaxşı eləmişik. Ala baxın. Bunu belə paylaşsam daha yaxşı olar. Bircə dəqiqə dostlar. Deməli, bir yeni mərhələyə keçir. İran rejiminə vurulan zərbələr daha da dərinləşdiriləcək. Yeni mərhələyə keçirik. İsrail zabitləri belə deyib. Yeni mərhələyə keçirik. Buna meymuna oxşayana bax hələ bu meymuna oxşayana. Hələ bu meymuna oxşayana bax. Dədəsi bir gecədə 10.000 Azərbaycanlını öldürtdürüb. Bu meymuna oxşayan. Ağzı bir tərəfə əyilir, götü bir tərəfə. Deməli, görün Trump nə deyir? Trump'ın dediyinə baxın.
Eğer Kürtler İran'a saldırmak istəyərsə bu harika olur. Haydi Kürtler İran'a saldırın. Kürt söhbəti ortaya çıxdısa 50 milyonluq Azərbaycan ancaq və ancaq Farslarla birləşib İranı qorumağa çalışacaqlar. Bu yanlış taktikaydı. Yanlış siyasət idi. Değerli vətənlər, indi gəlin mən burada sizə bir şey çatdırım. Bir maraqlı bir şey çatdıracağım sizə. Dostlar, deməli burada maraqlı bir şey vermək istəyirəm efirə. Siz görərsiniz ki, Qabil haqlıdır. Bircə dəqiqə. Siz görərsiniz ki, Qabil haqlıdır, ona görə bir efirə bir şey vermək istəyirəm. Değerli dostlar, yayımızı beğenin, paylaşın, auditoriyamızı genişlendirin. Dostlar, kardeşler, yayıma bir şey vermek istedim. Yani özümü haklı taraftan olduğumu size demek için, bildirmek için. O gün buradaydım bu. Ala bakın. 15. ülkeye de saldırdı. Ala bakın. Azerbaycan saldırdı derken İran sanırım 15. ülkeye de saldırdı. O da Azerbaycan saldırdı derken kendi savunma hakkını kullandı desek yeridir. Çünkü durup dururken saldırmıyor. Yani o ülkelerdeki Amerikan ya da İsrail uçakları geliyorlar, İran'ı vuruyorlar. İran da kendini savunmak için böyle bir stratejik taktikle onlara cevap veriyor. Onlardan bir tanesi de Nahçıvan Havalimanı, gördüğünüz gibi. Yani onu deyim ki, Azərbaycana qəribə təyyarələr gəlir. Azərbaycana mən bunu demirəm. Hara gəlir, necə gəlir, nə təyyarədir demirəm. Çünki o ərazilər vurular, xalqımız əziyyət çəkər. Sonra da deyərlər ki, bax Qabil dedi, Qabil dediyinə görə bu hadisə baş verdi. Bax, ona görə demirəm hara gəldi, nə gəldi, hansı təyyarələr, necə təyyarələr hara eniş etdi. Bunu zaten bilirlər. Sadəcə mənim deməyim düzgün çıxmır. Deməli dostlar, mən burada sizə bir kadrda göstərmək istəyirəm. Daha doğrusu 2 kadr göstereceğim. Dəhşətli kadrlardır. Ala baxın. Birinci bunu gösterim ki, bax Azərbaycan tərəfi. Yalandan deyil, bax. Yalandan. Ala baxın. Oxu 24 paylaşıb. Oxu 24. Baxın. Nə paylaşıb? Sepahın Naxçıvana hücumla bağlı şok açıklaması. Hansı Sepah komandiri açıklama verdi? Heç nə yoxdur. Baxın, bitti. Bax, bitti. Heç nə yoxdur. Qutardı. Bax, qutardı. Son. Sepah komandiri açıklama verir. Bu açıklama ya yazılı şəkildə olur hansı səhifədə. Onu screen eləyib onu paylaşmalısınız. Subut kimi qoymalısınız. Ya da Sepahın hansısa generalı deyir, onu subut kimi qoymalısınız. Bu o nəticədən buradan o nəticə ortaya gəlir ki, bu İlham Əliyevin hansısa qüvvələrlə oyunuydu. Sepahın zadın istəyi deyildi. İran hakimiyyəti də deyir, mən bunu elətdirməmişəm. Yani değerli vətəndaşlar, deyirlər Sepah dedizdirdi. Sepah dedi biz vurmuşuq. Sepah dedi ders vermişik. Harda dedi Sepah? Harda dedi Sepah? Mənə göstərin o videonu. Mənə göstərin o videonu görüm Sepah harda deyib bunu. Göstərin də o videonu. Harda paylaşıb, harda deyib. Mən hələ bu qədər mənim media mərkəzlərim var. Bu qədər mənim, necə deyim, köməkçilərim var. Mən hələ belə şey mənim qarşıma çıxmayıb. Siz hardan gördünüz? Hamısını açırsan İlham Əliyevin mediasıdır. Sepahın adından danışır. Nə qədər vurulmaqda həvəsliymişsiniz? Ay İlham Əliyev. Dayanmadan təyyarələr gəldiyini bilmirəm o təyyarələrdə. Hətta mülki təyyarələrlə nə gəlir? Hətta mülki aerodromlara nə gəlir? Mən bilmirəm İlham Əliyev. Bilirəm, demirəm. İranın kəşfiyyatı var hər halda, o məndən yaxşı bilir. Değerli vətəndaşlar, değerli soydaşlar, gəlin indi baxaq. Burada bax, İranın Xarici İşlər Naziri. Açıqlama verib doğrudur. Bax, burada doğrudur. Hakimiyyət kanalda paylaşıb ki, İranın Xarici İşlər Naziri deyib ki, onu biz etməmişik. Baxın. Onu biz etməmişik. Baxın. Xarici İşlər Naziri Abbas Arakçı deyib. İndi gəlin sizə bir şey də göstərim. Bakın. Ala bakın. Kuvvetli bir güçlü Akrotiri'ye yönelik
Britaniya deyir, bütün günü Türkiye kanalları ondan danışır. Britaniya deyir ki, bizim bazamızı İran vurmayıbdır. Bak. Bu kuvvetleri üssü Akrotiri'ye yönelik drone saldırısına ilişkin bilgilerin paylaşıldığı açıklamada bakanlığımız 2 Mart gecesi Kraliyet Hava Üssü'ne hedef alan şahit tipi drone'un İran'dan kalkış yapmadığını teyit ettiği ifadelerine yer verildi. Aynı açıklamada İngiltere'nin son 24 saatte bölgedeki kendi üsleriyle müttefik üslerine savunma sistemleri takviye ettiği belirtildi ve drone savar kapasitesine sahip Wildcat helikopter Değerli vatandaşlarım, de bölgeye gelecek günlerde İran ve bunu İngiltere resmi şekilde açıkladı ki, İran'dan atın birileri bizi savaşa koşmak istəyir. Ya şimdi keçək buraya. İlham Əliyev. İlham Əliyev. İlham Əliyev, buradan sənə sual verirəm. İlham Əliyev və onun DTK-sı. Xalq bilir ki, Qabil hərbiçidir. Xalq bilir ki, Qabil hər şeyi analiz edir, deyir. Xalq bilir ki, Qabil deyən qədər, Qabil açıqlama verən qədər, analiz edən qədər. Sadəcə bir də zamanı çox danışır Qabil. Bu da lazımdır. O iki qonşunun ölüsü düşür. Eyni molla, kəndin mollası gəlir. Varranın ölüsünün üstündə saatlarla oxuyur da, Quran oxuyur. Və sonra kasıbın ölüsünün üstünə gəlib 5 dəqiqə oxuyur, başlayır halviyə girişməyə. Aşa girişməyə. Qonşular tırkalayır ki, bax o varrının adamı öldü, atası öldü. Saatlarla oxudu da bu molla. Amma sənin atan öldü deyir, 5 dəqiqə oxumadı, o da halviyə girişib, aşa girişib, ətə girişib. Bu da gəlir tutur yaxasından ki, köpək olur, Cəbra molla köpək olur. Deyirən olur. Deyirən nətər qonşu öləndə sən saatlarla oxuyurdun. 3 saatdir burada gəlibsən, aşı, əti eşirsən, 5 dəqiqə oxumadın. Yoxsa mən kasıbam mı deyə belə eləyirsən? Deyir, yox, qadan alim deyirsən. Sənin atan başa düşən adam idi. Onu 5 dəqiqəyə başa sala bildik. Amma o uğraşın atasını başa salmaq olmurdu. Ona görə çox oxudum. İndi onun sözü olmasın. Ay millət, sən dərrakalı adamsan. A eləyəndə bilirsən sözümün axırını olacaq. Amma içimizdə dərrakasız daş kafalılar var. İçimizdə. Onlar da başa salmaq üçün incədən incəyə danışmaq lazımdır. Buradan deyirəm İlham Əliyev. İlham Əliyev. Ay İlham Əliyev. Sənə deyirəm mən sənə. İlham. Sən bu xalqı niyə aldadırsan? İlham Əliyev, sən CD duru adam idinsa, bugün sənin hərbi hissənin vurulduğunu sən və sənin median təsdiqləməliydi. Sənin Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev təsdiqləməliydi ki, onun hərbi hissəsinə İran raketi ya da dronu düşürdü. Niyə təsdiqləmədi İlham Əliyev? Niyə xalqı aldadırsınız İlham Əliyev? Mən sizə indi onun görüntüsünü göstərirəm. Ala. Baxın, bəzi yerlərdə məktəb vurulubmuş kimi obraz yaradırlar. Baxın, değerli vətəndaşlarım, Naxçıvanda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsidir. Baxın, vurulubdur. Baxın, Naxçıvan Dövlət Sərhəd Xidmətinin hərbi hissəsidir. Bax, sağ tərəfdə hərbiçini görürsünüzmü? Sağ tərəfdə plas deyirlər, plas. Hərbiçilər düzülən plas deyirlər, yer. Oranı görürsünüz sağ tərəfdə, baxın. Plası görürsünüzmü? Tribunanı görürsünüzmü? Bakın dostlar, bakın. Hərbi kazarmadı. Bakın. Plas o da. Bakın size gösteririm. Ala. Bircə size göster. Bak bu hərbiçidir. Bak. Bu gösteririm size. O ruçka mardadır. Bir tane ruçka tapım. Size qəşək gösterebilirim. İzahat edin. İlham Əliyev niye cemaat anladırsan? Dümbələk oğlu dümbələk. Ha? Dümbələk oğlu dümbələk. Değerli vətəndaşlar, bakın. Bu nedir? Bu hərbi kazarmadır. Bu bəyəkçi də kazarmaydı. Baba, bu çox güman ki ştabın qabağıdır. Bu tribunadır. Bura ştabın giriş hissəsidir.
Bax bu plasdır, bax plas. Əskərlər düzülən yeri, bax meydan. Plas. Meydandır, plasdır. Görürsünüz. İlham Əliyev, bax bu da kazarmanın biridir, vurublar. İlham Əliyev cəmaatı aldadır. Allah bax, hərbiçi də göstərirəm sizə. Ala, hərbiçi də göstərirəm, hərbi hissədə. Ala. Bax, paylaşdılar, sildilər hamısı. Bax, görürsünüz nə paylaşıb. Azərxəbər paylaşıb, çoxsu paylaşıb, silib, silməyənlərdə nə yazıb? Məytəb vuruldu yazıbdır. Ala, baxın, məytəb deyil bu. Hərbi hissədir, baxın, hərbi hissədir, ala. Baxın. Ala. Allah hərbiçini də göstərirəm. Bax, hərbiçiyə bax, vayeniyə bax, ofisier gedir. Bax, ofisier, əskər deyil. Baxın. Baxın da hərbiçini də göstərirəm. Hərbi. İndi gəlin sizə görün nə göstərim. Gəlin. Gəlin sizə nə göstərim. Bax. Başı prokuror. Əxlaqsızlığın başında duran bu qəhbənin balasıdır. Arvadı Toska. Arvadı Pusat Afrikaya qaçan, yekən mıxlılara qaçan Kamran Əliyevin bir nömrəli fəaliyyəti var. İlham Əliyevdən sonra 2 nömrəli fəaliyyəti var ki, Azərbaycanda əxlaqsızlığı yayan Kamran Əliyev Petuq oğlu Petuqdur. Bax bu. Kamran Əliyev ancaq körpə qızların şeyini yalamağı bilir. Kamran Əliyevin arvadı Əlin Ağayevin altından çıxmırdı. İndi də qoşulub qaçıb Afrikaya. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Allah bəlalarını versin. Allah üzlərini heç güldürməsin. Dəyərli vətənlərim, Kamran Əliyevə başı qarışıb mamış yalamağa, Kamran Əliyevin başı prokurorun, başı prokuror şeyinizi axtarın, elə o şeyiniz var, o Kamran Əliyevdir. Buna o bax. Bax. Yalatdır Kamran'a. Yalatdır Kamran'a. Oba. Evet. Uğraşlar, eşşəkdən cinsel agiyə girənlər. Bu da hələ arvadının başını tutmaqdan məşğuldur bu. Peysərə bax, peysərə. Peysərsən sən, peysərsən sən, ay Kamran Əliyev, arvadının ağzına geyindirsin bu xalq, ay Kamran Əliyev. Dəyərli soydaşlarım, götünü kumarda koyar, arvadını kumarda koyar İlham Əliyev deyilsə. İlham Əliyev ki, bir adam ki, kumara götünü, arvadını kumara koyar. Bundan əlbəttə belə şeylər gözləmək olar. Mən deyəndə İlham Əliyev götünü qayırmasaydılar İlham Əliyevin. O kasetlər əldə olmasaydı bu prezident olamayacaqdı. Bu prezident olamayacaq. Mən deyirəm. Mehriban Əliyeva deyir, qəhbə mi deyirsiniz? Mən deyir, bütün xalqın qadınlarını qəhbə eləyəcəm. İlham Əliyev deyir, petuq mu deyirsiniz? Əmdalını qoydu kumara, bütün kişiləri petuq eləyəcəm. Vəssalam. Yarısının nail olublar. Götünü kumarda koyar, arvadını kumarda koyar İlham Əliyev deyilsə. İlham Əliyev ki, bir adam ki, kumara götünü, arvadını kumara koyar. Bundan əlbəttə belə şeylər gözləmək olar. Mən deyəndə İlham Əliyev götünü qayırmasaydılar İlham Əliyevin. O kasetlər əldə olmasaydı bu prezident olamayacaqdı. Bu prezident olamayacaq. Mən deyirəm. Mehriban Əliyeva deyir, qəhbə mi deyirsiniz? Mən deyir, bütün xalqın qadınlarını qəhbə eləyəcəm.
İlham Əliyev deyir ki, İlham Əliyev də deyir, "Ma petuq mu deyirsiniz?" Əmdalını qoydu kumara. Bütün kişiləri petuq eləyəcək. Vəssalam. Yarısının nail olublar.